Günəş tam olaraq yoxdur, amma biraz da var kimi bir şeydir. Yenə mən, yeni məktəb. Artıq may ayındayıq. Gözləyirəm tez iyun gəlsin, day məktəbə getməyim. Hər kəsə salam, videoma xoş gəldiniz. Mən Zivər. Səhər məktəbə gedərkən bir neçə kadr çəkirəm. Həm məktəbə getməli idim, həm də vlog çəkmək istirdim. Ona görə düşündüm ki, səhər məktəbə gedərkən bir neçə kadr sizin üçün çəkim. Oturmuşdum və dərsin başlamağını gözləyirdim ki, pişik gəldi və qucağımda oturdu. Dərs başladıktan sonra isə pişiklə sağollaşdım. Ay, bu nədir? Nə fərq başdı? Niyə edirsən? Nə xoşu gəldi. Niyə atırsan o daşı məsələn? Bu hissələri isə axşam çəkdim, səhv eləmirəmsə saat 11-ə işləyirdi. Əslində yatmağı düşünürdüm, sadəcə bir neçə hissə çəkib sabahki vloqa əlavə eləmək istədim. Videodan da anlaşılır ki, özümə axşam kofesi hazırlayıram. Normalda kofe oyaq qalmağa kömək eləyir deyirlər, amma heç vaxt məndə o təsir eləməyib. Kofeni içəndən hardasa 15 dəqiqə falan sonra getdim yatdım. Yəni bəzən bəzi şeylər tam da deyildiyi kimi olmur. Ya da ən azından mənə görə elədir. Kofe içməyi də çox sevirəm. Son zamanlarda bayağı bağımlılıq yaradı. Kofemi içərək ən son paylaşdığım short videoya gələn şərhləri oxuyuram. Hər zaman olduğu kimi həm yaxşı, həm də pis şərhlər var. Yaxşı şərh yazan hər birinizə təşəkkür edirəm və hər birinizi çox sevirəm. Pis şərh yazanlara da təşəkkür edirəm, çünki izlənmə sayımı artırırlar. Görürsüz də ayrı seçkilik eləmirəm. Səhər saat 11-dir, 12 işləyir. Hava bir sözlə mükəmməldir. Çox qəşəng hava var. Sonunda məncə artıq yazı hiss edə bilirik. Bilirsiniz ki, aprel ayı soyuq keçsə, hətta buz falan yağdı. Amma artıq may ayındayıq və hava qayət qəşəngdir. 2 saatdır ki oyağam və acam, amma özümə səhər yeməyi hazırlamadım. Gözlədim videonu açım, sizinlə birlikdə hazırlayım. Gəlin gedək səhər yeməyi hazırlayaq. Almaq istədiyim bir növ yulaf var idi, amma maalesef onu tapa bilmədim. Ona görə dünən bundan aldım. Bu tam olaraq yaxşıdırmı, pisdirmi bilmirəm. Bundan heç yeməmişəm. İlk dəfə deyəcəm. Ümid edirəm ki, yaxşı olar. Çünki mənim istədiyim növ bu deyil idi əslində. Sadəcə o yoxdur deyə bunu aldım. Belə olmaq məncə çox da yaxşı deyil. Ayrı-ayrı olanlar daha yaxşıdır. Yəni bir dəfəlik olanlar. Bu biraz fərqli. Bəzi insanlar bunu su ilə hazırlayır. Amma mən su ilə xoşlamıram. Südlə daha yaxşı olduğunu düşünürəm. Ona görə südlə hazırlayacağım. İndi süd qoyuram. Bu qədər bəs eləyər yəqin. Yəni pis deyil. Məncə okey. Biraz qoyum. Okey. Bu da belə hazır olsun. Süt elə bir biraz az oldu, yoxsa yaxşıdır. İndi mən səhər yeməyimi yeyəcəm. Daha sonra videoya yenidən davam edəcəm. Biraz az oldu elə bir, amma olsun, səhər yeməyi dostdur. Yayda bundan hazırlayanda içinə meyvə falan da qoyurdum. Onda da qəşəng olurdu. Bir növ var, onun içində özündən meyvəsi var. Yəni meyvə dənəciyi var. O daha yaxşıdır əslində. Bayaq dediyim oydu, ondan almaq istəyirdim, amma yox idi, bundan aldım. Bir neçə gün öncə Instagramdan qabağıma video çıxdı. Videoda bir qız idi. Çenini əzirdi, içinə süt tökürdü, qoyurdu xaldenikə və donurdu, onu yeyirdi. Çox qəşəng görünürdü. Anama dedim ki, mən də bunu eləmək istəyirəm. Dedi, tamam eləyərsən. İndi sizinlə birlikdə onu eləyəcəyik. Amma eləməmişdən öncə dərman içəcəm. Çünki həmişə səhər yeməyindən sonra dərman içirəm. Dərmanım da buradadır. Aslında bu tam da dərman sayılmır. Bu vitamindir də. Nəysə. Baxın, bir dənə qalıb. Bitdi bu. Bundan 3 sənə idi, 3 sənə belə idi. Hamısını bitirdim, yəni ikisini bitirdim. Qaldı bu. Bunun da hamısını bitirmişəm, qalıb bir dənəsi. Bunu da bugün içəcəm və artıq bitmiş olacaq. Bir xeyri var mı deyə soruşsunuz. Bilməm, xeyri var yoxsa yox. İçdim də yəni, bir ay boyunca içdim. Dərmanımı da içdim, yəni vitaminimi içmiş oldum. İndi sizə o dediyim şeyi eləyəcəm. Bu arada yeməyimi də axıra qədər yeyə bilmədim. Biraz çox saxlamalıydım məncə qazda, çünki çox da yumuşaq olmamışdı. Yəni dəfə eləyəcəm. Dadı da ki, çox da pis deyildi, amma
Keçən dəfə yediyimin dadı daha qəşəngdir. Qab götürdüm. Qabın içində əzməyi düşünürdüm əslində, amma belə də əzmək olar. Ən uygunu buydu, ona görə bundan götürdüm. Bunu al marketdən aldım. Əzilir əslində. Düzdür, bu içində ağ şey var, amma məncə çox bizə mane olmayacaq o. Bu necə açın cırılmasın. Belə. Biraz cırdım. Burasından biraz cırıldı, amma olsun, iş olmaz. Bunu mən ən yaxşı töküm bura. Burada əzim, sonra təzəm ölçə töküm. Ki, sən qabı tutlamaya kömək elə. Kömək elə. Belə. Bunu cırmırıq, bu bizə lazımdır. İndi bunu əzəcəm. Dünən axşam əslində istədim eləyim bunu. Amma dedim ki, bugün video çəkəcəm. Qalsın sizlə bir yerdə eləyərəm. Bunu belə əzirəm. Bu biraz uzun sürəcək deyəsən. Mən bunu əzim, sonra video tam eləyəcəm. Hazırladım, sadəcə biraz buraları batırmış oldum. Buna çox fikir verməyək. Belə olmalıydı, oldu. Bu arada içindəki o ağ şey də ki, heç mane olmaz. Gördüyünüz kimi belə toz formasında gəldi. Gayet güzel. İndi nə edirik? Təzən bunu götürürük. Bir də kameranın yerini biraz dəyişdik. İndi bunun içinə təzən doldururuq. Burası da cırtmıyor. Bu mən necə doldurum bura? Git qaşıq gətir. Git qaşıq gətir. Qaşığımızı götürürük. Bunu sənə doldururuq. Ay yala. İlk dəfə də belə bir şey deyirəm. Gördüyünüz kimi belə doldurdum. Bu biraz artıq qaldı. Tam doldurmaq istəmədim. Çünki süddə qoyacağım içinə. Ona görə istəmədim tam da olsun. Bunu verim qardaşıma Allah. Ye. İndi sütümüzü bunun içinə tökəcəyik. Tam bunu doldururdum, çəkirdim ki, bildirim gəlib, nə gəlib, bir şey olub, telefon sönüb çəkməyib kamera. Nəysə. Doldurdum onu belə. Çox şey yemirəm tökülər deyə. Belə oldu. İndi bunu biraz qarışdıq. Ayıb olmasın deyə. Çəkili yerdə də bundan çox saçım görünür be. İndi mən bunu qoyacağım xaldenkə. Buranı da biraz batırdım. Olsun. İndi bunu skoslayacağım. Çünki ağzı açıq qoysam məncə bu dağılar yəni normal olaraq. Ona görə bunu skoslayaq bir dəqiqə. Bunu belə elədik. Dağılmaması üçün. Düzdür, buradan biraz dağılır hələ də, amma düz qoymaya çalışacağım və məncə okey yəni. Yumuşaq deyil. Qalsın belə. Qal belə. Neçə dəqiqəyə baxaq bir dəqiqə. Saat 12:38-dir. Qalsın da, nə qədər qalsın? Qalsın bir 2-3 saat. Nə 10 dəqiqə məsələn? 2-3 saat qalsın. Dünən getdim, bundan aldım. Çünki bunun dadını həm sevirəm, həm də ki, bilmirəm, biraz kilo almağa kömək eləyir. Ona görə bundan aldım. İndi bunu qoyacağım qaba biraz və bundan yeyəcəm. Düzdür. Bilmədim hansı qaba qoyum, ona görə belə bir qab tapdım, bunun içinə qoyacağım. Hamısını qoymayacağım, çünki hamısını birdən qoyanda şey olur, quruyur. Onda da dadı qəşəng olmur. Bu qədər yetər. Bu belə. İndi bunu yeyəcəm. Bir də yumurta qoydum qaynamağa. O da qaynasın. Özümə yemək hazırlayacağım. Biz ailecə kofe bağımlısıyıq. Ona görə indi mən kofe içirəm. Qardaşım da burada içir. Özümə bir də yemək hazırladım. Düzdür, biraz səhər yeməyinə oxşadı. Amma səhər yemək deyil, günorta yeməkdir. Buraları da silmədim. Silərəm sonra. İndi kofe içirəm. Bir də yeməyimi yeyəcəm. Belə. Artıq hazırdır. Dondu. Saat indi görə neçədir? Saat 16:30'dur. Mən isə bunu 12:38'də qoymuşdum. Yəni 4 saatdir ki, bu xaldenkdədir. Əslində 4 saat yox, 3 saatdan bu hazırdır. Amma biraz buraları toparlayırdım. Ona görə biraz çox saxladım və 4 saat oldu.
İndi bunun dadına baxacaq, görək necədir. Belə bir şeyi ilk dəfə də eləyirəm, yəni heç yoxlamamışdım. İlk dəfə də yoxlayıram. Görək indi dadı necə olacaq. Və bunun dadına baxaraq yaşadığım bir hadisəni sizə danışmaq istəyirəm. Əvvəlcə dadına baxaq, sonra o hadisəni danışacağım sizə. Dondurma. Buraları biraz su kimidir. Məncə buraları daha dadlı olar. Yox, yaxşıdır, pis deyil. Yaxşıdır. Yəni də pis deyil. Mən sizə bir şey demək istəyirdim. Yaşadığım bir olayı anlatmaq istəyirdim. Deməli, bir dəfə yolla gedirdim. Sonra yolun işi çıxdı və mən tərk etdim. Okay. Yaxşı, zarf elə. Yolla gedirəm. Dar bir yoldur. Yolla gedirəm. Qabağımda da ana ilə uşağı var. Tanıyıram bu arada kim olduğunu. Yaxınlığımızda qalır. Anadır, bir də yanında balaca uşağı var. Ki mən yolun bu tərəfindəyəm, onlar da bu tərəfindədir. Belə yaxınlıqda gedirik yolu. Yol gedəndə gördüm arxadan maşın gəlir. Maşın gəldi, mənə keçdi, çatdı bu ana ilə uşağın yanına. Pəncərəsini açdı, başladı bu qadına qışqırmağa. Maşının içindəki də qadın deyil, kişidir. Başladı bu qadına qışqırmağa ki, yolun kənarı ilə get, nəminə. Həqiqi belə qışqırır da, yəni yüksək səslə qışqırır. Qışqırdı ki, yolun kənarı ilə get, nəminə. Sonra maşını sürdü, getdi. Qadın da heç nə demədi, səsini falan heç nə çıxartmadı. Yolun kənarı ilə təzədən davam elədi, yolunu getdi. Mən də baxdım, istədim deyim ki, niyə sakit durdu. Onu tanıyıram da özündə, yəni belə bir dəfə danışmışam onunla. Yol gedəndə söhbətimiz də olub bu qadınla. İstədim deyim ki, niyə sakit durdun? Məsələn, özümü saxladım, demədim heç nə. İndi mən bu sizə niyə danışdım? Çünki mənim izləyicilərimin çoxsu qızdır. Hətta demək olar ki, hamısı qızdır. Və qız olmaq çətin bir şeydir. Ona görə danışıram ki, məni izləyən qızlar, heç biriniz icazə verməyin ki, hansısa bir küçə iti gəlib sizlə bu cür danışsın. Siz olun. Heç vaxt icazə verməyin ki, hansısa bir it, yoldan keçən hansısa bir it gəlsən sizdən bu cür danışsın, bu səs tonu ilə danışsın. Qarşınıza belə insan çıxanda cavabını verməyi bilin. İcazə verməyin kimsə sizə alçalsın, kimsə sizə artıq söz desin. Pəncərəni açıb, normal formada zəhmət olmasa yolun qırağı ilə gedin demək varkən, çəkil yolun qırağı ilə get deyərək qışqırmaq nə düzgün bir hərəkət deyil, nə də o kişiyə yaraşacaq bir hərəkət də deyildi. Bunu da dedim ki, bəlkə aranızda özgüvəni aşağı olanlar ya sakit olanlar falan olar. Ona görə belə insanların cavabını verin. Bu cür insanları cavabsız qoymayaq. Çünki bu cür insanlar cavabsız qaldıqca sayları artır, çoxalırlar və başımıza bəla olurlar. Qapanışı nə axşam, nə də səhərsi gün eləyə bilmədim. Ona görə düşündüm ki, videonun üstündən səssiz olaraq qapanışı eləyim. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkürlər. Sonraki videolarda görüşərik. Bye bye.